Zalın xalçasını götürüb divan üzlüklərini də çıxartdım. Dedim hamısı yuyulsun. Divanın öz parçasından ona üzlük tikdirmişəm. Baxın, çox da bilinmir. Rahatlıqla çıxardıb yuya bilirəm. Rəylərdə yazın görüm kimlər xalçasını yığışdırıb. Mən otaqların hamısı xalçasını yığışdırıb göndərirəm Nadir xalça yuma şirkətinə. Uşaq vaxtı yadıma gəlir ki, yay olanda qonşular xalçaları çıxardırdılar həyətə, şlanqla sulayırdılar, başlayırdılar xalçaları yumağa. Biz də uşaq idik, gedirik qapaqla xalçaları güya ki təmizləyirik. Sonra onları günlərlə qurudurdular. Amma indi çox rahatdır. Xalçaları veririk xalça yuma şirkətinə. 3-4 gün ərzində xalçaları tərtəmiz yuyub, qurudub bizə geri gətirirlər. Mən zalın təmizliyini bitirib Nihadın otağına keçmişdim. Uşaqların otağında da dərin təmizlik edirəm. Təmizliyimi bitirirəm. Bir də baxıram ki, xalçalarım artıq gəldi. Sağ olsun Nadir xalça yuma şirkəti xalçalarımı tez müddətdə yuyub göndərdilər. Onu da deyim ki, Nadir xalça yuma şirkətində tək xalçalarınızı deyil, yorğan, döşək, yastıq və divanlarınızı da yuduzdura bilərsiniz. Xalçamı sərirəm. Görün necə tərtəmiz yuyulubdu. Hələ xalçadan gələn o ətri təsəvvür edin. Bu isə Aylinin balaca ayaqaltısıdır. Bunu da açıb baxıram. Tərtəmiz yuyublar. Düzdür, xalçaları sərməyəcəm. Sadəcə hamısını açdım, baxdım. Çox bəyəndim. Sizlərə də məsləhət görürəm. Nihadın otağında xalçasını açıram, baxıram. Tərtəmiz yuyulubdur. Sizlər də mənim kimi xalçalarınızı belə tərtəmiz yuduzdurmaq istəsəniz, Nadir xalça yuma şirkətinə müraciət edə bilərsiniz. Səhifələrini burada etiket edəcəm. Mən isə buranın da tozunu alıb bugünlük təmizliyimi bitirirəm.